Bilirsinizmi, uşaqların ən çətin davranışlarını belə dəyişdirən elmi əsaslı bir metod var. Bu abaterapiyadır. Abaterapiya artıq mərkəzimizdə fəaliyyətə başladı. Nuranə xanım, bəs abaterapiya nədir? Abaterapiya autizm və xüsusi qayğıya ehtiyacı olan uşaqlarda müsbət davranışları artırmaq, mənfi davranışları azaltmaq üçün istifadə olunan elmi bir metoddur. Abaterapiyanın əsas məqsədi uşaqlarda ünsiyyət, diqqət, sosial bacarıqlar, günlük və yaşam bacarıqları, eyni zamanda öyrənmə bacarıqlarının mərhələli şəkildə həyata keçirilməsidir. Abaterapiyanı digər terapiyalardan fərqləndirən əsas nüans tamamilə davranışlara əsaslanan və elmi sübutlarla təsdiqlənmiş bir yanaşmadır. Yəni bir uşağın davranışları təxminlə yox, ölçülərək, analiz edilərək və nəticəyə uyğun olaraq proqram qurulmasıdır. Yəni burada məqsəd təkcə uşağın davranışlarını aradan qaldırmaq deyil, uşağın müstəqillik və funksionallığını təmin etməkdir. Əgər siz də uşağınızın inkişafında real dəyişiklik görmək istəyirsinizsə, biz buradayıq.